Kim bu ayda bir dənə namaz qıla, məsələn, vacibi namazı qıla, adi günlərdə qılsaydı namaz, 70 dənə adi günlərdə qılınan namazın savabına bərabərdir. Arxasıca Peyğəmbər özü buyurdu, kim bir dənə bu ayda bir dənə ayə tilavət eləyə, bir dənə ayə, yolla yersən də inna ənzəlnahu fi leylətil qədr. Qutardı. Bir dənə Quran-ı Kərimi xətm elədim sən, qutardı getdi. Elə bu Quranı oxudun, əvvəldən axıracan Quranı açdın, oxudun, bağladın. Sənə bu savab verilir. Rəhmətli yoxsa yox? Rəhmətli də gəlib sizə də. Allah verib də paylayır rəhmətin ki, gəlin mənə tərəf. Gəlin mənə tərəf, məndən uzaq düşməyin. Bu ay elə aydır. Özü ən əzəmətli ay olacaq bu ay. Çünki uzun olacaq bir. O qədər şirin olacaq.